Elə bir kitab düşünün ki, əsrlərdir dünyanın ən ağıllı beyinlərini, kriptoqrafları, dilçiləri, tarixçiləri hamısına aciz qoyub. Bu sadəcə köhnə bir sənəd deyil. Bu, insan zəkasının sərhədlərini sınağa çəkən əsl bir tapmacadır. Gəlin birlikdə bu sirri mətnin dərinliklərinə baş vuraq. Bir anlıq təsəvvür edin. Əlinizdə yüzlərlə səhifədən ibarət bir kitab var. İçində heç vaxt görmədiyiniz bitkilərin, qəribə ulduz cədvəllərinin, heç nəyə bənzəməyən diaqramların şəkilləri var. Amma işin ən qəribə tərəfi odur ki, bütün bu şəkillərin yanındakı mətn tamamilə naməlum bir dildə, anlaşılmaz bir əlifba ilə yazılıb. Bax, Voynich əlyazmasının əsas tapmacası elə budur. Yaxşı, bu sirri açmaq üçün gəlin bir anlıq mətni unudaq və kitabın özünə, yəni bir obyekt kimi ona baxaq. Görək bu qədim perqament, bu mürəkkəb bizə hansı ipuçlarını verir? Baxın, bu zaman xətti əslində çox vacibdir. Karbon analizi göstərir ki, kitabın perqamenti 1400-cü illərin əvvəllərinə aiddir. Bu nə deməkdir? Bu deməkdir ki, bu, müasir dövrdə hazırlanmış bir saxtakarlıq deyil. Bu, həqiqətən də orta əsrlərdən gələn bir artefaktdır. İmperator saraylarından tutmuş, gizli kolleksiyalara qədər gəzib, axırda da bugün olduğu Yale Universitetinə gəlib çatıb. Kitabı vərəqləyəndə aydın şəkildə görürük ki, o fərqli-fərqli bölmələrə ayrılıb. Məsələn, ən böyük hissəsi tamamilə qəribə, heç bir yerdə mövcud olmayan bitkilərlə doludur. Sonra tanınmaz ulduz bürcüləri, yaşıl maye dolu hovuzlarda çılpaq qadınların olduğu çox qəribə bir bölmə var. Və nəhayət, heç bir şəkil olmayan, sadəcə ulduzlarla ayrılmış paragraflardan ibarət bir mətn hissəsi. Yəni, hər bölmənin özü ayrı bir tapmacadır sanki. Və bu şəkillər əlyazmanın o qəribə, ikili təbiətini əla göstərir. Baxın, bir tərəfdə ağla sığmaz, fantastik şəkillər var, digər tərəfdə isə onlara yoldaşlıq edən, axıcı, zərif, amma heç cür başa düşülməyən bir yazı. Elə bil iki fərqli dünya bir araya gəlib. Beləliklə, gəldik əsas məsələyə. Bu, mətin sadəcə mənasız cızma-qaradır, yoxsa bunun arxasında real bir dil var? Bu sual illərdir ki, mütəxəssisləri demək olar ki, dəli edir. Düzüm, ilk baxışda asanlıqla demək olar ki, hə, bu mürəkkəb bir aldatmacadır. Amma işin içinə kompüter analizlər girəndə məlum olur ki, yox, bu təsadüfi cızma-qara deyil. Mətnin öz qaydaları, öz quruluşu, öz ardıcıllığı var. Tıpkı bizim bildiyimiz hər hansı bir dil kimi. İndi gəlin lap maraqlı bir fakta baxaq. Zif qanunu deyilən bir şey var. Bu, o deməkdir ki, hər dildə bəzi sözlər, məsələn, və, amma kimi sözlər çox işlənir, bəziləri isə çox az. Və nə olsa yaxşıdır. Voynich mətni də eyni ilə bu riyazi qanuna tabe olur. Əgər bu təsadüfi bir yazı olsaydı, belə bir nizam-intizam əlbəttə ki, mümkün olmazdı. Təkcə bu da deyil. Sözlərin özlərinə baxanda da bir sistem görürük. Elə bir Lego parçaları kimidir. Bəzi hərf birləşmələri həmişə sözün əvvəlində gəlir. Bəziləri ortasında, bəziləri də axırında. Eyni ilə bizim dilimizdəki ön şəkilçilər, köklər və son şəkilçilər kimi. Bu da göstərir ki, burada çox güman ki, mürəkkəb bir qrammatika var. Amma, bax, burada çox qəribə bir məqam ortaya çıxır. Mətn həddindən artıq proqnozlaşdırıla biləndir. Yəni, nə deməkdir bu? O deməkdir ki, bir hərfdən sonra hansı hərfin gələcəyi, demək olar ki, həmişə bəllidir. Bu, heç bir təbii dilə oxşamır. Bizim dilimizdə belə qaydalar var, amma həmişə dəyişə bilər. Voynichdə isə bu, dəmir qanun kimidir. Elə bil həm real dildir, həm də deyil. Çox qəribə bir ziddiyyət. Yaxşı, belə bir sual yaranır. Əgər bu, həqiqətən də şifrələnmiş bir dildirsən, axı içində nə yazılıb ki, bu qədər gizlətməyə ehtiyac duyublar? Son vaxtlar məhz bu suala cavab verə biləcək çox maraqlı bir nəzəriyyə ortaya atılıb. Bu nəzəriyyəyə görə əl yazmanın mövzusu o dövr üçün çox həssas olan bir sahədir. Qadın sağlamlığı. Yəni, söhbət ginekologiya, doğum nəzarəti kimi o vaxtlar danışılması qadağan olunan, senzuraya məruz qalan qadın sirlərindən gedir. Hətta o dövrün həkimləri belə məsləhət görürdülər ki, bu cür təhlükəli reseptləri gizlətmək üçün mütləq şifrələrdən istifadə edilsin. Və bu nəzəriyyə kitabın bəlkə də ən məşhur, ən mürəkkəb təsviri olan rozetlər diaqramına tamamilə yeni bir gözlə baxmağımızı təklif edir. İllərlə hamı elə bilirdi ki, bu hansısa kosmoloji bir xəritədir, amma bəlkə də heç bir əlaqəsi yoxdur. İndi diqqətlə baxın. Tədqiqatçılar deyir ki, bu 9 dairə əslində orta əsrlərdəki anatomiya anlayışını təsvir edir.
O vaxtlar inanırdılar ki, qadın uşaqlığının 7 kamerası və 2 girişi var. Cəmi neçə eləyir? 9. Diaqramdakı 9 böyük dairə ilə inanılmaz bir bənzərlik, elə deyilmi? İş təkcə dairələrlə bitmir. Təsvirdəki o qalalar, divarlar, bunlar da bir kod ola bilər. Məsələn, alman dilində Schloss sözü həm qala deməkdir, həm kilit, həm də qadın çanağı. Yəni, müəllif bəlkə də məharətli bir söz oyunuyla anatomiyaya işarə edirmiş. Görürsünüzmü? Bütün bu detallar, istər qalalar olsun, istərsə də qoşa günəş təsviri bir araya gələndə məntiqli bir mənzərə yaranır. Əvvəllər heç bir məna ifadə etməyən bu simvollar qadın sirləri nəzəriyyəsi ilə baxdıqda bir-birini tamamlayır və vahid bir mövzu ətrafında birləşirlər. Yaxşı, bütün bunlar çox inandırıcı səslənir, düzdür? Deməli, tapdıq, 600 illik sir nəhayət açıldı, amma gəlin biraz tələsməyək və reallıqla üzləşək. Çünki unutmamalıyıq ki, bu nəzəriyyə nə qədər güclü görünsə də, hələ ki sadəcə bir nəzəriyyədir, sübut olunmuş bir fakt deyil. Hətta bu nəzəriyyəni irəli sürən tədqiqatçılar özləri də deyirlər ki, bu sadəcə bir fərziyyədir və daha çox iş görülməlidir. Onsuz da qadın sirləri nəzəriyyəsi tək nəzəriyyə deyil. Bunu da unutmayaq. İllərdir nələr deyilməyib ki. Bəlkə bu şifrələnmiş ivrit dilidir ya da hansısa qədim Asiya dili. Bəlkə də sadəcə həkimlərin istifadə etdiyi qısaldılmış latın dilidir. Və təbii ki, hələ də qüvvədə olan o ehtimal var ki, bütün bunlar kimisi aldatmaq üçün hazırlanmış böyük bir fırıldaqdır. Nəticədə, hələ ki əlimizdə dəqiq bir cavab yoxdur. Voynich əlyazması, necə deyərlər, tam bir sirr olaraq qalır. O zərif xət, o qəribə şəkillər, səhifələrdən bizə baxır, sanki bizimlə danışmaq istəyir, amma biz onun dilini bilmirik. Düz 600 ildir ki, bu kitab öz sirrini qoruyur. İnsan istər-istəməz düşünür. Texnologiyamız inkişaf etdikcə, bəlkə də bir gün bu səssiz səhifələr nəhayət dilə gələcək. Bəs o gün gələnə qədər, görəsən bu səhifələrin arasında daha nələr, hansı inanılmaz hekayələr gizlənir?